Möhtəşəm memarlıq abidəsi. Yəni videoda nə dərəcədə görünür deyə bilmərəm, amma gözlə görülən çox möhtəşəmdir. Bir de bana bak. Gedək içinə. Lala Mustafa Paşa Cami. Bura Lala Mustafa Paşa Cami. Qazi Mausa şəhəri Kıbrısın Türklər tərəfində olan təbii ki. Şey kanka. Yaxınlaşaq. Burada Hataydakı o Musa ağacı var. Musa Peyğəmbərin ağacı. Onun kimi belə bir yerdir. Burada deyirsən, içəridə icazə verilmir videoya şəklə, yoxsa yox. 1298-1312. Ha, içəridə həm kilsədir, həm də camidir. Gel. Ayaqqabı soyun giyin eləməyəcəm deyə. Ona görə elə buradan kənardan, bir yerdən. Götürüm çıxım. Möhtəşəmdir. Yəni qədimliyi yaxşıdır ha, qədimliyi və bu vəziyyətdə qalmağı. Bəs deyirlər axı bunun bir tərəfi də kilsədir, bir tərəfi kilsədir, bir tərəfi məscid, camidir. Biz bunun kilsə tərəfi var. Bunlar da türbələrdir. Paşa, paşadan çox nə var maşallah. Təmiz saxlamırlar, təmiz saxlamırlar, toz torpaqda hər yer. Yəni Türkiyənin buradan fərqi oldu ki, Türkiyədə məsələn daha təmizdir hər şey. Burada yəni girmə təmizdir. Amma Lefkoşada məsələn məkanlara girirsən, gözəl baxırsan, gözəl məkanlardır. Adamın ağlı gedir gözəllikdən və nəticə Kıbrıs el sanatları. Yer tapa bilmirəm günəşdən. Günəş elə yandırır insanı. Bir nəfər tapın burada mənim şəklimi çəksin.